Səhər oldu dostlar. Çox işim var, çox. Bir dənə yataq, bir dənə paltarlar yerine gidip paltarımı dəyişim. Paltarımı giyindim. YouTube'a video yüklüyorum. Önce de gelip dostlar benden gözlük o video yüklüyorum. Videomu yüklədim. İndi qalxa bilərəm. O bir tuvalete girdim. İşim halloldu. O bir tane düşebilirim. Halloldu bu da. Böyle ellerimi yıkayım. Üzümü de yedim. Çok yaxşı. İndi çıxa bilərəm. Mənim evə bacım gəlməliydi də, gəldi dostlar. Keç. Dostlar bacım da gəldi, o da evindən gəlib. Biraz televizora baxım. Televizor açsam. Bu ne lan? Yok, bacıma yazam. Zaten dostlar okuma yazmanız var da herhalde. Donuz ne lan? Neyse dostlar, benim işim var. Ben garaja düşü televizor açık sakladım. Işık pula gidecek. Dostlar neyse, ben arada bir heyvan kimi banlam zırlı say. Dostlar, indi işe getməliyəm. Ben şirkətdə işte işləyirəm. Dostlar bir saniye, paltarımı giyinmeyi unuttum. Çok aksilik oldu. İndi paltarımı giyinip gəlirəm. Dostlar, polis paltarımı giyinip geldim. Dostlar, ben polislikdə işləyirəm. Bacımla mənlə bir yerdə polislikdə işləyir. Qoy bir də. O zaman kitab deyinəm axı, anlamadım. Hansı qalsın sizdə? Mən də bu qalsın elə. Çaktırmamaq üçün. Dostlar, bacımla indi çıxıb gedə bilərik. Bu nə la? Evimin qapısını kilitləmişəm deyəsən. Polis geliyor. Dostlar, bu ne lan? Durun. Gözleyeyim bir saniye dostlar. Bunu söyleyeyim. Söndürün. Çok pul yazır, pul. Dostlar, geldik. Ben buranın oturmuşam. Dostlar, suçlumuz buymuş, təzə gördüm. Ben buradaki evin kamera kayıtlarına baxamıyorum. Bankaya baxaq. Təmiz. Anladım. Anana bir şey değilmiş. Dostlar, her yer təmizdir. Bu da bacım gördünüz. Dostlar, suçlu yoxdur deyə yakalayamıram. Baxaq görək. Suçlu paltar nətər imiş. Uy, çok iyi lan. Dostlar, bir gün suçlu olmağımızı istəyirsinizsə, yəni mənim suçlu olmağımı istəyirsinizsə, yorumlarda yazın, mən olaram suçlu. Oldu dostlar, yəni istəsəz yazarsınız, mən bir gün suçlu olaram. Ben bir buna götürürüm. Dostlar, nasılsa yine de buradan geçsem, buradan silahlarımı düzenleyirəm ben. Emniyet, asayiş şube kontrol altında.
Dostlar, gəlin indi mən evə gedirəm, bacımı da gözləyirəm gəlməsini. Dostlar, qoy gedək görüm. Qaza elədim. Qaza elədim. Dostlar, çox pisəm. Xəstəxanaya gedək. Xəstəxanaya gedək. Xəstəxanaya gəldim. Belə şey olar dostlar. Həkim falan heç nə yoxdur. Bu arada dostlar, sizə bir dənə bir şey deyim. Sən də mən bayaqdan da şey eləmişəm. Sən də mən videonu açmamışam dostlar. Dostlar, heç həkim də yoxdur. Mən gedirəm dostlar. Belə iş olmaz olsun. Mən evimə gedib nə gözəl yatacam. Vallahi deyirəm, evə gedib yatmaq varkən mən niyə boş-boş əlləşirəm? Qoy bir dənə dostlar, polis paltarımı giyinim. Çıxıb gedib maşınım dostlar da harabəyə dönüb. Dostlar, az qalsın lazara gedib yanırdım da yəni dostlar. Çox pis qorxuram. Bayaqlar lazeri maşın getdi, maşın etdi günündə qal. Dostlar, bu qız da bu arada tanımıram, hər halda takipçimdir. Oğlan da qız da tanımıram, hər halda takipçimdir. Hər halda takipçimdir. Pis bir şey deməyəcəm. Takipçilərim çünki mən yaxşı davranıram. Bir şey yazıb dostlar, söhbət bana var. Yox, keçdim. Dostlar, mən yatmağa gedirəm. Heç halım yoxdur. Neyse dostlar, bir dənə də belə əyləncəli videonun sonuna gəldik. 3 dənə sizə seçenek verirəm. Ya Brookhaven, ya 99 gecə, ya da parkur oyunu. Bu üçündən hansını istəyirsinizsə mənə deyin. Bunlar yorumda yazın. Brookhaven, 99 gecə, ya da parkur oyunu. Hansını istəyirsinizsə mənə deyin. Sabahları sizin istədiyiniz videoda. Ən çox like alan yoruma sabahları o çəkəcəm də, yəni videonu. Sağ olun dostlar. Görüşmək üzere.